Soruşursan ki, belə bir söz var, uşaqların tərbiyəsi dünyaya gəlməmişdən öncə başlayır. Yəni o mənadadır ki, bu insan uşaqlara gözəl valideyn seçir, istər kişi olaraq gözəl ana seçməsi, istərsə qadın olaraq gözəl ata seçməsi, yəni həmçinin salih zürriyyət olması üçün dua olunması, yəni bu qəsd olunur yəni burada. Sonra dünyaya gəldikdən sonra, yəni onunla gözəl müamilə eləmək uşaqla, e, onu sevdirmək, əqidəni yavaş-yavaş ona öyrətmək, yəni bu mərhələlərdə sonra başlayır. Yəni qabaqcadan olan tərbiyəsi isə dua və gözəl valideyn seçməkdir, yəni övlad üçün. Təbii ki, son mərhələlər bəllidir İslamda, yəni onları sevmək, onlarla oynamaq, ta ki o sevdirib, sonra isə olduğu kimi İslam əqidəsini onlara başa salıb tərbiyə eləmək onun üzərində. Yəni 7 yaşında namazı əmr eləmək və 10 yaşında əgər qılmazsa da göyərtmədən, qızartmadan, qırmadan, yəni vurmaq gəlibdir. Bu formada tərbiyə edirsən. Belə dua ilə yanaşı. Genə bütün Allah bilir.